Heç də çətin sual deyil. Ümumiyyətlə, Euler-Venn dairəsində biz hər birini bu A, bu B çoxluğudursa, kəsişmə deyəndə tən ortaya A çıx B dedikdə bu hissəyə, B çıx A dedikdə yalnız B-də olanlar dedikdə bu hissəyə birləşmə də budur. Deməli, bizə deyir ki, kəsişmənin elementlərinin sayı B çıx A-nın elementlərinin sayından böyükdür. Bura olacaq bizim üçün kəsişmə, yəni A çıx B-nin elementləri, B çıx A-nın elementləri isə uyğun olaraq buradır. Yəni 3x üstəgəl 4 böyükdür 19 çıx 2x-dən. Bərabərsizliyi həll edirəm. 5x böyükdür 15-də. X da böyükdür 3-dən. Bu bizim x-imiz. Sonra isə bizə deyir ki, A çıx B-nin ala biləcəyi ən kiçik və ən böyük qiyməti. Deməli, bizdən A çıx B-ni, yəni bu hissədəki x-in yerinə qiyməti qoyub tapmalıyıq. Bunun üçün, yəni fərqin ən kiçik qiyməti, ən böyük qiyməti almaq üçün x-in ən kiçik, ən böyük qiymətini tapmaq lazımdır. 19 çıx 2x-dən istifadə edəcəyik. 19 çıx 2x-in qiyməti mənfi ola bilməz. Ona görə bunun qiymətinin müsbət olması üçün biz hansı qiymətləri götürə bilərik? 8-ə qədər, daha doğrusu 9-a qədər qiymətlər götürə bilərik x-ə. Deməli, x-in ən böyük qiyməti 9, ən kiçik qiyməti 4 olmalıdır. Biz bu 4 və 9-u A çıx B-nin qiymətlərini tapmaqda istifadə edəcəyik. Yəni 2x üstəgəl 5-də yerinə qoyacaq. 2-ni vuracam bir dəfə 4-ə, üstünə 5 gələcəm. 13. 2-ni 9-a vurub üstünə 5 gəldikdə eləyəcək 23. Deməli, 13 və 23-ün cəmi edəcək 36.